ki çox əziyyət çəkirsiniz, Azərbaycana və bir liqa yaratmışsınız. Yəni artıq ikinci döyüşdür. 4 aydır mən həqiqətən bu günü gözləyirdim. Yəni gəlib çatdı. Düzdür, rəqiblər 2 saat qaz getdi, 3-cü rəqib də gəlib dirəndi. İnşallah fikrimiz də yaxşı olacaq. Mən 4 ayda bu fikirləşirəm ki, Astrada yəni NFC 1-i izləyən orada mənə vızv atıldı da, yəni hamı bilir bunu. Məhəmməd Abdullayev tərəfindən. Birinci döyüşdə Eldəniz dedi ki, kim özünə güvənirsə, gəlsin çıxsın qabağıma, mən hazıram. Səni gözləyirəm Eldəniz. Mən gözləyirəm səni Məhəmməd, amma sən yoxa çıxmısan, bilməm haradasan. Yəni sənin öz vesində, fərqi yoxdur, sənin öz vesində demişdim də. Sənin vesinə gəlib sənə vuruşacaqdım. Amma sən bilməm hansı səbəblərə görə, nəyəsə görə döyüşmək istəmədim. Yəni mən kiməsə desəm ki, döyüşmək istəyirəm səndən, amma heç vaxt onu atqaz etmərəm. Heç vaxt, ömrü billah. Onun haqqında bunu deyə bilərəm. Astradakı döyüş çox maraqlı oldu, həqiqətən maraqlı oldu. İkinci döyüş adı Farsajdır, yəni inanıram ki, bu döyüşdə Farsaj kimi gələcək, sürətli olacaq.